yeni parklanma məntəqələrindən danışaq. Çünki Bakının tıxacının əsas səbəblərindən biridir parklanma məsələsi və onu da qeyd eləyək ki, görəsən pullu mu olacaq, yoxsa saat neçə intervalında bu dəyişəcək? Elə canlı bağlantıda əməkdaşımız Jalə Gözəlovadır. Jalə, salam, sabahın xeyir olsun. Buyur, efirdəsən, səni eşidirik. Biz səni eşidirik, buyur Jalə. Salam, sabahınız xeyir olsun. Həmçinin də salamlayırıq. Bəli, qeyd etdiyiniz kimi Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsizliyini təmin etmək, həmçinin yol piyada hərəkətinin rahatlığını və şəhər mobilliyinin dayanıqlığını təmin etmək məqsədi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən parklanma məntəqələrinin təşkili işlərini davam etdirir. Hazırda ilə Abbasqulu Bakıxanov dairəsi ətrafındayıq. Olduğumuz bu ərazidə ödənişli parklanma məntəqələri yaradılıb, sürücülərin istifadəsinə verilib. Seyid Yahya Bakuvi, Arif Heydorov küçələrində də ödənişli parklanma məntəqələri yaradılıb və sürücülərin istifadəsinə verilib. Yeni parklanma yerlərində fiziki imkanları məhdud şəxslər üçün də uyğun şərait təmin olunub. Yaxın günlərdə Süleyman Saynaxundov, Səməd Vurğun, Əsəd Əhmədov, Akim Abbasov, Nəsrəddin Tusi və General Əliyağaş Xlınski küçələrində də parklanma məntəqələri istifadəyə veriləcək. Bu küçələrdə nişanlanma xətəri çəkilərək müvafiq yol nişanları quraşdırılacaq və yeni məntəqələr avtomobil sahiblərinin istifadəsində olacaq. Eyni zamanda onu da qeyd edeyim ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən parklanmanın düzgün idarə edilməsi, küçələrdə nəqliyyatın daha səmərəli, rahat və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin bütün növ nəqliyyat vasitələrinin şəhər ərazisindən səmərəli istifadəsinə şərait yaratmaq üçün təşkil olunub. Bizim isə bu saata buradan çatdırmaq istədiyimiz məlumatlar bundan ibarət idi. Buyurun, söz yenidən sizdədir. Təşəkkür edirik Jalə ətraflı məlumat üçün.